Neftçi Misri Premier Ligasında ardıcıl 2 səfər oyununda 3 veya daha çok gol vurub. 18. turda Araz Naxçıvana 4 cavabsız gol vuran qonaqlar 20. turda Kəpəzi 3-1 hesabı ilə məğlub edib. Ağqaraların Premier Liqadakı səfər oyunlarında belə məhsuldarlıq seriyası son 5 mövsümdə ilk dəfə qeydə alınıb. Bakılılar sonuncu dəfə 2020-21 mövsümünün sonlarında 2021-ci ilin mayında Şamaxını 3-0, Səbaili 4-0 hesabı ilə məğlub edib. 20. turda İmişli ile oyunda Qarabağın qələbə topunu vuran Musa Qurbanlı yubiley goluna imza atır. 23 yaşlı hücumcu Premier Ligada 40-cı dəfə fərqlənib. Musa buna 97-ci oyunundan nail olub. Forward turnirin tarixində 40 veya daha çok gol vuran futbolcular siyasına daxil olub. Junivan Suarez, Ramil Şeydayev, Fernando Perez ve Mehman Allahverdiyevə çatan Qurbanlı 65-69-cu yerləri bölüşür. Misri Premier Ligasının 20. turunda Karvanyevlağı minimal hesabla məğlub edən Zirə üçün bu qələbə 2 qat yubiley ilə əlamətdar olub. Bakı klubu tarixində 100-cü ev qələbəsini qazanıb. 2014-cü ildə yaradılan paytaxt təmsilçisi öz meydanındakı 205-ci görüşdə 100-ə çatıb. Zirə Premier Ligada 76, ölkə kubokunda 12, 1-ci divizyonda 9, Avrokuboklarda 3 ev maçını qalib kimi başa vurub. Eyni zamanda Qartallar Rəşad Sadıqovun baş məşqçi olduğu dövrdə 100-cü qələbəsini qazanıb. Bu müddətdə ümumilikdə 220-ci sınağa çıxan komanda Premier Ligada 82, ölkə kubokunda 14, Avrokuboklarda 4 dəfə sevinib.